Keçək Neftçi Sumqayıt maçına. Bu da çox mübahisə çox olan qarşılaşmalardan idi. Hətta bəzi media nümayəndələri, həmkarlarımız birmənalı fikirlər səsləndirmədilər. Sumqayıtın epizodunun penalti olduğunu düşünənlər var idi. Neftçinin penalti epizodunun doğru olmadığını düşünənlər var idi. Yəni fərqli fikirlər var idi, amma mən bütün qərarların doğru olduğunu bərbaşdan deyim. Bütün qərarlar doğru idi. Bəli. Sumqayıtın epizodu simulyasiya idi. Haqlı olaraq penalti verilmədi. Ağdadaş Salyanskinin epizodu penalti idi. Hətta bir qədər də irəli gedib demək istəyirəm ki, Murad Məmmədovun epizodunda da penalti təyin edilə bilərdi. Xatırlayırsan, Murad Məmmədov maçın sonlarında hesab 0-0 olarkən cərimə meydançasında yıxılır, penalti tələb edir, hətta gec qalxır ayağa. Orada da məncə toxunuş var idi. Yəni bu dəqiqə bizə necədir? Kimsə deyir ki, bizə qarşı nəsə haqsızlıq edirlər, bizə qarşı nə bilim VAR-da getmədilər, VAR-da baxmadılar. Ay penaltidir, penalti deyil. Bu dəqiqə elədir ki, yəni açıq-aşkar, yəni əgər penalti epizodsa doğrudan da oyunun rezultatına nəsə təsir göstərən bir epizoddusa, qaqam, sənin arada yadından çıxır. Mən danışanda Durvalı mənim tərəfə fırra. Ay malacaq. Durvalı. Okey. Yəni şey olanda penalti varsa, hakim fərq etməz kim olur olsun. Gedib o VAR-da baxıram və orada sənə göstərirlər, orada köməkçiləri VAR-da oturanlar o 3 nəfər, 4 nəfər deyirlər, bu rakursdan bax, o rakursdan bax, nə bilim belə elədi yenə. Yəni, VAR-da oturanlar qərar vermir, yekun qərarı baş hakim verir, amma baş hakimə məsləhət görürlər ki, burada şübhəli var. Məsləhət ki, bax, gəl özün dəyəri. Söhbət odur. Bizdə məsələn elə moment var idi ki, Araz Naxçıvanla son turda Səbail ilə hansı ki Ülvü başla odur, oyuncumuz qaçmaq istəyir tərpətək, onların oyuncusunun əlinə dəyir belə, hamımız deyirik ki, əlinə dəydi, tərpətək gedir, yəni nəsə sarı vərəqə və yaxud da qırmızı vərəqə məsələn şey eləmək olur. Hakim oyun gedə-gedə məsələn gəlir fit verir, hamımız deyirik yağım şırafa görədir. Gəlir oradan saxlayır, şey verir, qərar əks tərəfə ki, həmin ondan 15 saniyə qabaq Ülvü tullananda məsələn oyundan kənar vəziyyəti. Biz də deyirik ki, məsələn, necə yəni oyundan kənar vəziyyət? Gedə-gedə VAR hakimi oradan deyir ona ki, əlinə dəyib, o ştraf deyil, ondan qabaq oyundan kənar vəziyyətdir. Yəni orada şeylər yaranır. Yəni deməyim odur ki, o VAR-da oturanlar sənə nəyisə qol nəticəsində əgər nəsə varsa təsir edə biləcək şeydədirsə. Yəni sənə o deyə bilir ki, gəl bax ki, yəni heç baxmamışdan belə məsələn, tutaq ki, o qolu gedib Araz Naxçıvan. Yəni deməyim nədir? Neftçi hakim hesabına, nə bilim, nə irəli gedir. Bu fikirlər çox sürü fikirlərdir. Neftçi onsuz da yaxşı vəziyyətdə deyil. Neftçi onsuz da yəni bərbad durumda idi mövsümün əvvəlindən və yavaş-yavaş özünə gəlməyə çalışır, toparlanmağa çalışır. Yəni bu vəziyyətdə də komanda heç olmasa yıxıb sürməyək də və yaxud nəyinsə hesabına, hansısa qara qüvvələrin hesabına yuxarı qalxır, qalxmaqdadır. Ay nə bilim, nə bunlar hamısı cəfəngiyat. İstəməyən adamlar da danışırlar. Biz özümüz də elə çempionat başlayanlar elə Neftçi niyə belədir, Neftçi niyə belədir. Neftçini bizdən çox tənqid edir. Hamımız deyirdi ki, o yes, axır ki utdu komandamız. Sən orada işləmirsən, Alik orada işləyib, mən orada 3 il oynamışam, dalbada da 3 il çempion olmuşam, yəni oranın çörəyini yemişəm mən də. Hamımızın yəni yaralı yerimiz idi ki, çempionat başlayandan bu nədir belə? İndi son turlarda məsələn görürük ki, doğrudan da nəsə əmələ gəlir. Və yaxşı, Sumqayıt kimi zəif komandanı, belə zəif deməyək, bəlkə də biraz ağır dedim. Vallahi onların vaxtı gətirmiş, Sumqayıt yaxşı. Yox, Neftçi Sumqayıt maçından söhbət gedir. Neftçi çox əziyyət çəkdi. Bu əlverişsiz hava şəraiti ilə əlaqəli idi. Hərçənd meydanın vəziyyəti normal idi, yəni qar təmizlənmişdi. Yəni Neftçi niyə bu qədər çətinlik çəkdi səncə? Qardaş, mən sənə deyim də, elə oyun bundan qabaqki oyunda da Sumqayıtla Neftçi hansı idi? Yadındadır, nəsə mübahisəli epizodlar. Jurnalistlər yazırdı. Vaqif Zavadov gələndən sonra Sumqayıt dəyişib, yoxsa dəyişməyib, Samir Abbasov nə bilim nəsə sən Sumqayıtdan gedəndən sonra. Yəni elə bir vəziyyətdir ki, bu dəqiqə Sumqayıt Neftçi arasında olan söhbətlər. Yəni oyun baxımından deyirəm ki, yəni oyundan qıraq olan o söhbətlər, sən komandanı necə hazırlayırsan, ümumiyyətlə Neftçiyə qarşı Samir Abbasov özü də deyib də neçə vaxt. Neftçiyə qarşı həmişə oynadı zəif komanda, ondan potensialli zəif komanda başqa motivasiya çırışır da qardaş. Ona görə Neftçiyə bu dəqiqə istəyir Səbail ilə, istəyir Şamaxı ilə aşağıda gedənlərdən deyirəm hələ. İstəyir Sumqayıtla, istəyir Araz Naxçıvanla, istəyir nə bilim kimlə, Tovuzla, Gəncə ilə.
fərq etməz yəni. Bütün oyunların hamısında çətin olacaq. Ona görə də elə oyunlar var ki, sən çıxıb orada super hansısa bir nə bilim Liverpool kimi oyun göstərsən, Arsenal kimi nə bilim Real Madrid kimi oyun göstərib qalib gələrsən, Dvaynoy həzz alırsan ondan. Bildi necə həm oyun baxımından həzz alıram, komandam dağıdır, həm də nəticə elədi ki, utdum, euforiya, bombadır, hər şey deməli zor gedir. İndi bu dəqiqə Neftçi yəni ki, o həmin o euforiyanı yaşaya bilmir, yəni məşqçisi də yaşamır, rəhbərliyi də yaşamır. Bu dəqiqə hal-hazırda o qədər acdılar deyirlər ki, qələbəyə. çıxaq məsələn oyunu udaq, eybi yox, anti-futbol oynayaq. Elə oyunlar var ki, doğrudan da anti-futbol oynayırsan. Deyirsən ki, licmi nə olur olsun qardaş. Anti-futbol özün oynamırsan ha. Oyunun gedişatı elə olur ki, sən istədiyin şeylər alınmır. Rəqib sənə də komandada, rəqib komandada sənə qarşı çıxır, elə tırışır. Elə futbol göstərir ki, istədiyin şeyləri sənə eləməyə qoymur məsələn. Analiz edirsən, boşluqları axtarsan ki, bunları istifadə edirsən. Nə düşünürdün, necə hazırlaşırdın? Hər şey olur ki, ondan qardaş, əlbəttə ki. Ona görə bu dəqiqə məsələn FC 1-0 qalib gəlib təbrik edirik. Ardı gəlsin.